Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Mən Xəyyam müəllim. Bugün kurikuluma yeni əlavə olunmuş mövzulardan produktiv təfəkkürdən danışırıq. Produktivlik sözünü biz həyatı bacarıqlarda öyrənirdik. Məhsuldar düşünmə idi, məhsuldar düşünmə bacarığı idi. Təfəkkür olaraq isə yaradıcı təfəkkürə, yaradıcı düşüncəyə yol açır. Şagirddə yeni ideyalar tapma, yeni həll yolları tapma bacarıqları formalaşdırır. Yəni produktiv düşüncə zamanı müəllim şagirdlərə hazır cavabı ötürmür. İstəyir ki, onlar yeni həll yolları axtarmaqla deməli problemləri həll etsinlər. Bax, produktiv təfəkkür məhz bu istiqamətdə yönələn bir təfəkkürdür. Digər məlumatları isə siz ekran görüntüsü götürərək buradan əldə edə bilərsiniz. Yenə deyirəm, produktiv təfəkkür insanın yenilikçi, yaradıcı və məqsədyönlü şəkildə düşünmə qabiliyyətidir. Yəni mövcud biliklərimizdən, bacarıqlarımızdan istifadə edərək yeni həll yolları tapırıq, yeni həll yolları tətbiq edirik.